gedirlər, yalvarıb yapışırlar. Ayaqdan tuturlar, başa qədər yalvarırlar. Hə, mən səni sevirəm, ölürəm. Yalancının atasına nə? Seyvan Füzuli kimi sever. Gözəl qapını qırağların da silib də nə gözəl oranır. Boyka, hadi beni eşidirəm. Dumurlar direkte yalvarırlar. Ha, yalvarsınlar da ne? Ağlı başında olan kız hiç vaxt hərəkət eləməz. Mən borc bilirəm ki, ağzı sulu gedələrə boş verin. Ben burada mənə burada bu direkte gör nə qədər qızlar yazdım, söhbət eləyib, yəni ben burada o qədər qızlar yazdım məsələn. Məsələn gözəlin canlısından da, başqa canlıdan da, evet canlımdan da belə pis mənada yox. Bir normal məsələn bir söz soruşup, bir söz cavablandırmışıq, dərdləşmişik, söhbət eləmişik. Hansı bir qız orada desin ki, qoy kamera durub orada nəsə ağzı sulu hərəkət eləyib, söz deyib. Sevgi barəsində, yəni kimsə deyə bilər onu, sən öl deyə bilməz. Sevgi riyalda olur. Belə gizlinde yok. Ben hiç şimdiye kadar anlatmamışım. Hiç kim anlatmamışım. Ben neyse diyebileceğim sözü eleyebileceğim sözü demişim. Tanımadığımız insanı biz misafire koşa bilmirik. Çıkırlar bizi burada söyürler. Özüne hürmet eləmeyen. Hiç de elə değil. Hiç de elə değil. O ağzı sulu geceler var ha. Kime geldi yazırlar. Damla! Ama Ha? Ne kadar borcum tuttu? 460 kapıya. Keyifli çok güzel. Allah da cevap ver, elbette ki. Selam kurban. Tadı kapıdan. Üzgün yumuşaktı. Böyle gideyiz. Doydum işte. Ne kadar söylüyorum. Bak sen bak bile. Hiç yemeğini kurban. O besbiriden o ağzı sulu gədələr, özünə hürmet edəməyən uşaqlar var ya burada, gədələr, ağzı sulu. O kime geldi yazırlar, bilmirlər nə danışırlar, bilmirlər nə deyirlər. Yəni konkret bilməyən anlanmıyor, ay xanımlar. Qət anlanmıyor, sonraki peşmançılıq fayda vermir. Ne oldu sana? Aycan! Telefon ver de. Götür telefonu bala. Abi. Doydun bala. Bacanı. Nur bilmirəm, xəbərim yoxsa. Mən əgər kimisə alladıramsa, kiməsə nəsə o ağzı sululuq eləyirəmsə, elə sən deyən kimidir. Usir. Öyle, öyle. Ben dediğim söz o senin hoşuna gelmedi. Öyle, vaskı. Of tulasını okşaysan, ova gedəndə tulanın sahibi ova vurur, tula da qaçır gedib gətirir, basən olsan. Ay, o piramı getdi Qasımın qaracının düz ortasına. Onlarla daşar olanlarını da tanıdı. Bəli. Qasımın qaracında da güneş narazı. Qasımın qaracının göbəyindədir. Bitirdim. Telefonu. Allah Taxıl. Varsa. Ha. Allah yaxşılarım kömək olsun. Sizlə baxın. Var olun. Günən mənə də pis yazırdı.
Salam 88, salam. Ay mən abişniklərim, xoş gəlmişsiniz. Gəlin sizi bir-bir göndərim Qasımın qaracına. Orada akşam vaxtına az qalır, ujin eləyərsiniz. Vay, nə qədər Qasımın qaracına gedən var, ooo. Bu da belə getdi. Qasım rəhmətli, Allah rəhmət eləsin. Bizim el obadan bir ağsaqqalı bir kişi idi. Yekə böyük bir qaraj tikdirmişdi. Ora platını qaraj idi. İndi o dünyasını dəyişəndən sonra onlar qalıb güvərçinlərin yuvası. Mən də göndərirəm, bitbirəyə basmış bir yerdir. İndi göndərirəm ora, gedib orada istirahat edirlər. Pis yadanlara neyiniyim? Bu yuxarı başdan stul verim ki, əyləşsinlər, yaxşı söysünlər. Siz ki pis danışmırdınız heç vaxt. Qətiyyən mən pis danışıram gör. Danışmıram ki, Qasımın qaracına göndərirəm də. Burada nə var ki pis danışanlara? Eybi yoxdur, mənə xoşdur, problem deyil. Qoy göndərsin. Daha rahat olma, adı o da bilmirəm. Orada nə yazmırsan, nədir o, raketli, nə bilim nədir? Komanda səhər iyice oy dedi. Benim dərdimi, maraqlı seyranlı qız. Aynen onu sevdi. Hə, o şimdi yəqin ki məlumatdan dursa Qasımın qaracı nə deməkdir? Gözəl, Qəbərədə yağış yağır. Mahnıdan xoşun gəlir, boyqa. Hə, qəşəng mahnı o. Yazıq yorulub, hə, yılcını nədir? Gözəl hanı, gözəl burada iş görür, otaqda. O, yox, yağmır. Yox, yağmır. Dolub hava. Yağış havası var da yox. Mənim də. Lap yaxşı günəş. Qəşəng mahnı daxil. Yox, mənim zəhmətimdən, ayaqdan memunluq eləmə. Yaxşı hava var, bəh, havada bildiyiniz ki, yağmur görünürdü. Emma, mən canım deyəm, dəzək bugün gəlir. Onu qoş da, kimi, salam, necəsən? Gözələ yəqin ki, deyirsiniz, necəsiz? Gözəl də baxın, bizdə çox soyuqdur. Çox yığışdırırsın. Niyə yığışdırır ki? Kasıb adamdır, imkan olan insanlar dəstək olur, Allah saxlasın. Yox da var. O, sən gözəlin vəkilisən. Ben vəkil deyiləm, nə vəkil olunum ki? Nə deyir ki? Nə deyir ki? Heç nə gözəl, narahat, sən işi gör. Sinaper buradadır. Kartı birinci növbədə. Nə deyir Elmar? Gəlirəmi? Kartı birinci növbədə götürmürəm, əcəb eləyirəm. Kasıb alıyım. Mən demirəm zorla mənə kart, pul atın. Kimin imkanı atır? İmkanı var, o atır da. Ne olur Allah köməkdən olsun. Gülü çatar. Çatmayanı mən yalvarmıram da. Uzel, yalandan boş danışma. Get Qəmtüləyin o yanda çal. Qasımın qarajında. Allah sizə kömək olsun. Çox sağ ol. Allah cümlə Azərbaycana kömək olsun. Qəbərədə uşaqlar deyir ki, hava dolub dayanıb, yağış havası var.
gün çıxıb da. Bəs Qəbələdən uşaqlar burada yazır ki, dolubdu yəni. Uşaqlar qələt edir, baxsın. Baxın havaya. Akşama doğru. Kasıbçılıq ayıb deyir, bəli, ayıbçılıq deyir ki. Baxın havaya. Göyçəmənliyə baxın, göyçəmənliyə. Qəşəng, qəşəng, qəşəng. Hara dolub? Bu dolubdur, qıpqırmızı Qəlbə var. dəyməyin. Allahın tənha bəndəsi. Qəlblər Allaha məxsusdur, vallahi. Bir qəlbi qura bilmirsə onu qırmayın. Kasıb adamım, kartı qoymuşam ki, 5 manat, 3 manat. Gücü çatandan yoxundur da, yoxun Allah üzünü qara eləsin. Qıraq yerdən pul gəlmir ki. Qıraq yerdən hardan pul gəlir? Ramilin yeri razıdır əman. Ama sosial almıram, bir şey eləmirəm. Usiye boyu yerə soxum səni, nə boyu yerə soxum. Burada qadınlar var, nə tərbiyəsiz adamsan sən, nə əxlaqsız adamsan hə. Qadınlar var. Ayıbdır, utanmırsan, xəcalət çəkmirsən. Yoldaşımın oğlunu da maddiyatur edeceğim özüme. Terbiyəsiz olmayın ha, yekə kürsüz ha. Onu maddiyatur edeceğim. Allah koysa koy gelsin, ben canlıma gelsin. Onu da maddiyatur edeceğim. Onda 2 tane maddiyaturum. Pis yazanlara atacağım. Hayatta 2 tane oğlum var. Senden olsa da gelir, atın, düşün buna. Vallahi atın da köməkli gelin, dəstək olun, nə olar? İmkan olan insanlar, bir manat heç kimin kaşlokuna bir mənfi təsir etməz. Paxıl həmişə paxıl olur. Xain həmişə Allah xain edir. Yorulub küçələrdə bütün günü. Vallahi da dırmıqla, süpürgeyle yazıq neyləsən. Kasıb adamdır, nə işiniz var? Vallahi imkansız adamdır, kasıb adamdır. Ben kimden ne işim olası değil? Kimden benim işim var? Öz balalarım, ailem. Atıram. Mən həmək atıram, Hüseyir. Atıram. İmkanım daxilində atıram. İmkanım daxilində əlbəttə atmalıyıq, nə olar ki? Tək gözəl xanıma yox, Başqasına da atırıq, vallahi. Kiməsə məcbur eləyən yoxdur ki, gətir buna tezələbsən, pul atacaqsan. Əlbəttə ki, yox. Kimin gücü çatan qədərində, imkan daxilində kömək eləmək istəyirsə, o insanlar atır. Sən atma heç. Yəni, istəmirsən atma, məcburdur. Yersiz sual verənlər, Qasımın qaradı sizə xoş gəlib. Çəş imkanım olaydı, 56-83, Allah sizə də imkan qismət eləsin inşallah. Böyle bir avtomattan dururam ya hamısının başlarının üstünde. Bela abla get də, sən canın get, Bela abla get də, sən canın. İnsanlar bunun kimi işgüzar olardı. Vallahi da ailə canlı olardı. Öyle yığıştırdım. Yığıştırdım.
İki dənə aynam qaldı. O aynanı da səhər birini siləcəm, birisində birini. Gündə birini silsəm ayna qalmış. Yorulmuşam, yoxsa hamısını silər. Halım yoxdur. Yoxunuzu qara olsun, hə valla. Həqiqətən yoxunuzu qara olsun. Yox pisdir. Yox çətindir. Həqiqətən belədir. Haydi. Cidden olar. Heç kim məcbur edən yoxdur. Əlbəttə ki, kimisə imkanı olanda atır da, dəstək olur xanıma. Ne olur ki, Allah da xoş gedər. Ha, maraqlı deyim, məni burada niyə görmək istəmirlər? Maraqlı deyim, Qasımın Qaracıla gedirlər deyini görmək istəmirlər. Yo, gözəl dayanmaz, qətiyyən işləyəcək. Vərdiş edib işləməyə, sirəydi maşallah. Nə deyirlər? Deyir ki, burada xanım yazır ki, gözəl, işin hamısını bir gündə eləmədən yazıqsan, işə gedirsən, işdən gəlirsən, çöldə işləyirsən, evdə işləyirsən, yazıqsan, yorulub ölürsən daha. Maşına paltar tökürəm indi. Bir də qırılma da yox. Boyka, üzünü göstər, özümü göstərib. Ha, mən YouTube'da varam da, gedin orada yazın baxın. Gedin YouTube'da Gorilla yazın. Birinci gelen video mənim videomdur. Temporalıma da andır. Şeycim var hali. Elman o an köyde Meymun yani. Ha, Gorilla da Gorilla yazın görəcək. Bakın siz Şəmkirlisiniz, yok İmişli'denim Nizar. Ne yazak kakaş? Gorilla yazın, birinci gelen video benim videomda. Ben eləyirəm qadası, narahat olmayın. Bu fake səhifə niye yazıyorsunuz? Ay boyunuzu yere sokun, boyunuza qamış ölsün, bak gedindi. Ha, güneş gedib baxıb gəlib ya o şey. Aa, İmişli'den siz, bəli, ikili ürək problemi, bəli, İmişli'den. Yeraz kül sənin düz təpənin ortasından mən ağırtlığında daş düşdüm başıma. 98 kiloluk daş düşdüm başıma. Özündən, əmimişlinin özündən. Nara, boyu yerə soxma, ay Nara. Ay bu qara torpaq örtüsün.
Spama saldılar.